Sual verilir ki, insan bilə-bilə sübh namazına durmasa, onun günahı nədir? Yəni, onun günahı nədir? Qəbirdə verilən cəzalar haqqında götürdük ki, Səmura radiyallahu anhın hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm görür ki, yəni bir nəfər uzanıb, başqa bir nəfər isə onun başının üzərində böyük bir daşla durur və daşı onun başına vurur. O daşla onun başını yarır. Başı yarılandan sonra daş diyirlənir. Və o insan gedir daşı götürməyə və gələndə görür ki, artıq başı onun yenə birləşib. Yenə vurur. Yenə başını yarır və yenə diyirlənir, yenə daşı götürüb gələndə başı... Yəni, bu cür davamlı şəkildə o insana əzab verilir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən deyir, soruşdum, o kimdir? Deyir ki, Quranı rədd edən və namaza yatıb qalandır. Namaza yatıb qalandır. Allah qorusun, necə də dəhşətlidir.